Salam, mən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texnik Kollecinin fizika müəlliməsi Məmmədova Leyla. Bugün sizlərə mexaniki rəqslər mövzusunu izah edəcəyim. Deməli, planımız bu şəkildə olacaq. Mexaniki rəqslər nədir? Rəqsin əsas kəmiyyətləri, rəqsi hərəkətdə enerji çevrilmələri. Mərcəni başa düşmək üçün deməli, fizikadan ümumi nəzəri biliklər və çeviri və bərabər sürətdə hərəkəti bilməliyik. Təbiətdə və texnikada bərabər zaman intervalında təkrarlanan hərəkətlərə deməli biz deyəcəyik rəqsi hərəkətlər. İlk öncə mexanikada biz hərəkətin növlərini öyrənmişdik. İrəliləmə hərəkəti, fırlanma hərəkəti və qarşı hərəkət. Biz qarşı hərəkətə eyni ilə rəqsi hərəkəti deyirik. Rəqsi hərəkəti burada geniş şəkildə öyrəndik. Rəqsi hərəkət nədir? Cisim qeyri-trajektoriya üzrə bu və ya başqa istiqamətdə təkrarlanan hərəkətlərə mexaniki rəqsi hərəkət deyilir. Saldan asılmış kürəciyin yellənməsi, simin titrəməsini biz rəqs hərəkətlərə misal göstərə bilərik. Deməli, rəqs yaradan qüvvələrin təbiətindən asılı olaraq da rəqs hərəkətləri 3 növə bölə bilərik. Məxsusi rəqslər, sərbəst rəqslər və məcburi rəqslər. Məxsusi rəqslər nədir? Sürtünmə olmadıqda sistemdəki daxili qüvvələr hesabına yaranan rəqslərə məxsusi rəqslər deyilir. Sürtünmə olmadıqda sistemdəki daxili qüvvələr hesabına yaranan rəqslərə məxsusi rəqslər deyilir. Sürtünmə olmayanda sistemdə enerji itkisi olmur və məxsusi rəqslər sönməyən rəqslərdir. Real həyatda biz məxsusi rəqslərə rast gəlmirik. Sürtünmə nəzərə alınmaqla daxili qüvvələr hesabına yaranan rəqslərə biz deyəcəyik sərbəst rəqslər. Sərbəst rəqslərə misal olaraq yaylı rəqqas və ya riyazi rəqqası misal göstərə bilərik. Burada sürtünmə qüvvəsində enerji itkisi olduğuna görə sərbəst rəqslər sönən rəqslərdir. Digəri isə məcburi rəqslərdir. Məcburi rəqslərdə isə deməli sistemdə xarici qüvvənin təsir nəticəsində yaranan rəqslərdir, məcburi rəqslər. Məcburi rəqslər də eyni ilə sürtünmə qüvvəsi olmadığına görə sönən rəqslərdir. Yer dəyişmə ilə mütənasib olub, yer dəyişmənin əksinə yönələn qüvvənin təsiri altında yaranan rəqslərə harmonik rəqslər deyilir. Newtonun ikinci qanununa əsasən MA bərabərdir mənfi KX şəklində biz harmonik rəqsin tənliyini yaza bilərik. Burada AX-i tapmaq üçün mənfi KX bölünsün M şəklində yaza bilərik. Tənzil koordinatın zamanına görə ikinci tərkib törəməsi olduğunu biz bilirik. Deməli, fiziki kəmiyyətində zamana görə sinus və ya kosinus qanunu ilə baş verən dövrü dəyişənlərə harmonik rəqslər deyilir. Harmonik rəqslərdə biz əsasən deməli amplituddur, rəqs tezliyidir, rəqs periodudur, dövrü tezlik və faza kimi əsas kəmiyyətləri öyrənəcəyik. İlk öncə başlayacağıq deməli periodu, rəqs periodu. Tam bir rəqsə sərf olunan zamana rəqsin periodu deyilir. Rəqsin periodu böyük T hərfi ilə işarə olunur. Ümumi zamanın rəqsin sayına olan nisbətinə bərabərdir. T bərabərdir, T bölünsün N şəklində ifadə olunur. Düzdür. Burada N T müddətindəki rəqslərin sayıdır. Beynəlxalq sistemdə periodun vahidi deməli 1 saniyədir. 1 saniyədəki rəqslərin sayına rəqs tezliyi deyilir və nü hərfi ilə işarə olunur. Nü bərabərdir, N bölünsün T şəklində yazılır. Beynəlxalq sistemdə rəqs tezliyinin vahidi 1 bölünsün saniyə, saniyə üstü mənfi 1 və ya sayılır. Deməli, rəqs periodu və tezliyi bir-biriyle ters kəmiyyətlərdir. Yəni, burada T bərabərdir 1 bölünsün nü və ya nü bərabərdir 1 bölünsün T şəklində yaza bilərik. İndi isə gəlirik dövrü tezliyə. Dövrü tezlik, deməli, 2 saniyədəki rəqslərin sayına dövrü tezlik deyilir. Yəni, dövrü tezliyin tərifini də belə deyə bilərik ki, rəqs tezliyindən 2 pi dəfə çoxdur. Burada omega 0 bərabərdir 2 pi bölünsün T və ya 2 pi nü şəklində yazılır. Beynəlxalq sistemdə dövrü tezliyin vahidi tezlik olduğuna görə eyni ilə rəqs tezliyindəki kimin 1 bölünsün saniyə, saniyə üstü mənfi 1 şəklində ifadə olunur. Düz xətt üzrə rəqs edən cismin bir period ərzində amplitudun 4 mislinə bərabər yol qət edir. Burada biz S-in düsturunu yazsaq, S bərabərdir 4N vurulsun A-ya və ya A-nın, yəni amplitudun düsturunu nəzərə alsaq, olacaqdır ki 4 pi T amplitudu.
İndi isə gəlirik yaylı rəqqasa. Yaylı rəqqas nədir? Yay və ona bağlanmış yükdən ibarət rəqs sistemidir. Burada yay və yük göstərilibdir. Sıfır nöqtəsində tarazlıq vəziyyətindədir. Sıfırdan x qədər meyl etdikdə yaya bağlanan cisim tarazlıq vəziyyətini qaytaran fx elastiklik qüvvəsi yaranır və həmin qüvvənin təsiri altında cisim tarazlıq nöqtəsi ətrafında rəqs edir. Deməli, burada K yayın sərtliyi eynisə yükün kütləsi olarsa, biz buradan dövr tezliyin düsturunu omega bərabərdir kökün altında K bölünsün M şəklində yaza bilərik. Onda yaylı rəqqasın rəqs periodu T bərabərdir 2pi bölünsün omega və 2pi o da bərabərdir 2pi kökün altında M bölünsün K şəklində yaza bilərik. Buradan periodun düsturunda deməli qrafiklərimizə qurmuşuq. T M-lə K sabit qaldıqda yükün kütləsinin kvadrat kökü ilə düz mütənasibdir. Ancaq K ilə sərtliyin kvadrat kökü ilə isə tərs mütənasibdir. Yaylı rəqqasın rəqs tezliyi n bərabərdir 1 bölünsün T olduğunu nəzərə alsa, düsturu 1 bölünsün 2pi kökün altında K bölünsün M şəklində olacaqdır. Eynilə də qrafiklərdən də görsənir ki, yaylı rəqqasın rəqs tezliyi yayın sərtliyinin kvadrat kökü ilə düz, yükün kütləsinin kvadrat kökü ilə tərs mütənasibdir. Və burada göstərilir ki, yaylı rəqqasın rəqs periodu rəqslərin amplitudundan asılı deyil. Deməli, yaylı rəqqas səkirsizlik şəraitində olarsa, periodu da, tezliyi də deməli, asılma nöqtəsindən, təcilindən, yəni asılı olmayacaq, sabit şəkildə göstərilirdir. İndi isə gəlirik riyazi rəqqasa. Riyazi rəqqas nədir? Uzanmayan və çəkiş hesabdan asılan maddi nöqtəyə deməli, biz deyəcək riyazi rəqqas. Burada şəkli göstərilibdir. Bir tarazlıq nöqtəsindən cismə təsir edən ağırlıq qüvvəsi, yəni mg və sabun gərilmə qüvvəsi T bir-birini tarazlaşdırır. Lakin riyazi rəqqasa tarazlıq vəziyyətindən alfa bucağı qədər meyl etdirsək, bu qüvvələr bir-birini tarazlaşdırmayacaq və yaranan əvəzləyici qüvvə cismi tarazlıq vəziyyətinə qaytarmağa çalışacaq və nəticədə cisim başlayacaq tarazlıq nöqtəsi ətrafında hərəkət etməyə, yəni rəqs etməyə. Sərbəstləşmə tənzili ki, riyazi rəqqasın uzunluğu L olarsa, omega bərabərdir kökçapda G bölünsün L kəmiyyəti riyazi rəqqasın dövrü tezliyi olacaqdır. Onda riyazi rəqqasın periodunu biz bu şəkildə yaza bilərik. T bərabərdir 2pi L bölünsün G. Bu düstura, yəni periodun biz bu düsturuna Huygens düsturu da deyilir. Period və deməli burada nə M-dən, yəni cismin kütləsindən, nə də amplituddan asılı olmadığını qrafikdə göstərilirdir. L ilə isə, yəni rəqqasın uzunluğu, yəni kvadrat kökü ilə düz mütənasibdir. Yer səthində müəyyən H hündürlüyündə sərbəstləşmə təcilinin düsturunun bu şəkildə ifadə olunduğunu biz bilirik. Bunu nəzərə alaraqdan periodun düsturunu biz T bərabərlə 2pi L plus H kökün altına L bölünsün G-in şəklində yaza bilərik. Və buradan bu düstura əsasən T-nin H-dan asıllığını bu şəkildə ifadə edirik. Riyazi rəqqasın rəqs tezliyi, yəni n-ün 1 bölünsün T olduğunu biz əvvəlcə dedik və T-nin düsturunu nəzərə alaraqdan riyazi rəqqasın rəqs tezliyi 1 bölünsün 2pi kökün altında G bölünsün L şəklində hesablanır. Buradan görürük ki, rəqs tezliyi rəqqasın uzunluğunun kvadrat kökü ilə tərs mütənasibdir. Sərbəstləşmə təcilinin G-in ifadəsini eyni ilə gətirib rəqs tezliyində biz nəzərə alsaq, rəqs tezliyinin düsturu n bərabərdir 1 bölünsün 2pi L plus H kökün altına G-in bölünsün L olacaqdır. Və buradan da biz görürük ki, H-la tərs asılıdır, amma müəyyən bir yüzü buradan başlayaraq. Riyazi rəqqasın asılma nöqtəsi şaruri yuxarı və ya aşağı yönəlmiş ham təcili ilə hərəkət edərsə, rəqs periodu və rəqs tezliyinin düsturlarını bu cür yaza bilərik. T bərabərdir 2pi kökün altında L bölünsün G plus A olarsa, cisim şaruri yuxarı yönəlikdir. Əgər G minus A olarsa, cisim şaruri aşağı istiqamətdə yönəlmişdir. Eyni ilə n-ün də düsturunu burada yazmışıq.
Harmonik rəqslərdə enerji çevrilmələri. Biz bilirik ki, harmonik rəqs edən cisim həm kinetik enerjisinə, həm də potensial enerjiyə malikdir. Potensial enerjinin düsturu Y potensial bərabərdir kx kvadratı bölünsün 2. Kinetik enerji bərabərdir mg kvadratı bölünsün 2. Buradakı k yayın sərtliyi M rəqs edən cismin kütləsidir. Və x və y isə koordinat və sürətin ali qiymətləridir. Deməli, biz sürtünmə nəzərə alınmayanda yük cihaz sistemi konservativ qüvvə kimi özünü aparır və qapalı sistem olduğu üçün tam mexaniki enerjinin saxlanma qanunu ödənir. Buradan tam enerjinin düsturunun Y tam bərabərdir Y potensial plus Y kinetik olduğunu bilirik və potensial kinetik enerjinin düsturlarını biz yerinə qoysa tam enerji bərabər olacaq. Kx kvadratı bölünsün 2, üstdə gələk mv kvadratı bölünsün 2 şəklində yaza bilərik. Elastik qüvvəsinin modulu F elastik bərabərdir Kx və cisim impulsunun modulu P bərabərdir mv şəklində olduğunda potensial və kinetik enerjinin ani qiymətlərini bu şəkildə yaza bilərik. Ya potensial bərabərdir F elastiklik kvadratı bölünsün 2K və ya F elastiklik vurulsun x bölünsün 2 şəklində yaza bilərik. Kinetik enerji də bərabər olacaqdır P kvadratı bölünsün 2M və ya PV bölünsün 2 şəklində yaza bilərik. Bu sırada isə harmonik rəqs edən cisim üçün enerjinin saxlanma qanunu sxem şəklində göstərmişəm. Yuxarıdakılar deməli bu istiqamətdə olanlar potensial enerjinin ani qiymətləri, aşağıdakılar isə kinetik enerjinin ani qiymətləridir. İkisinin hər hansı birinin cəmi şəklində tam enerjiyə bərabər olur. Paralızlıq vəziyyətindən maksimum uzaqlaşmada deməli, amplitude maksimum olduğuna görə biz potensial enerjinin maksimum olduğunu bilirik. Potensial enerji maksimum olan zaman kinetik enerji sıfıra bərabər olur. Yox əgər tarazı vəziyyətli keçən an olarsa izdə, bu zaman kinetik enerji maksimum, potensial enerji sıfıra bərabər olur. Harmonik rəqs edən cismin tam mexaniki enerjisi rəqs amplitudunun kvadratı və ya maksimal sürətin kvadratı ilə düz mütənasibdir. Düsturları burada Y tam bərabərdir K kvadratı bölünsün 2 bərabərdir MVM kvadratı bölünsün 2. Y tam A ilə kvadratik asılıdır. Eyni ilə V ilə də kvadratik asıllığını yazmışıq. Göründüyü kimi rəqsə hərəkətlənən cismin tam mexaniki enerjisi rəqs tezliyinin kvadratı ilə düz, rəqs periodunun kvadratı ilə tərs mütənasibdir. Sərbəst rəqslərin amplitudu başlanğıc anda sistemə verilən enerjisindən asılıdır. Burada A-nın Y tamdan asılılığı deməli kvadrat kök asılıdır. Harmonik rəqs edən cisim potensial və kinetik enerjilərin zamandan asıllığını aydınlaşdırsa, cisim kosinus qanunu ilə dəyişərsə, deməli rəqs etdiyini fərz etsək, biz burada potensial və kinetik enerjilərin zamandan asıllıq ifadələrini bu şəkildə yaza bilərik. Y potensial bərabər olar Y kosinus kvadratı omega t-yə, Y kinetik enerji bərabər olar Y sinus kvadratı omega t-yə. Deməli, həm potensial enerji, həm də kinetik enerji zamana görə harmonik qanunla dəyişir. Burada qrafikdə görürük ki, potensial enerji maksimumdan başlayır və maksimumdan başladığına görə kosinus qanunu ilə dəyişir. Kinetik enerji isə sıfırdan başladığına görə sinus qanunu ilə dəyişir. Bugünlük dərsimiz bu qədər. Diqqətinizə görə çox sağ olun. Gələn dərslərdə görüşərik.